Gündə də hər gecə də bir maşınla gəlirdi. Deyirdik belə hərəkət eləmə bizim dədə yurdumuzda. Deyir buradan gəlib buradan da çıxıb haqq eləmişəm. Gündə bir maşınla gəlirdi. Onu hansı kişi bəs axı biz müsəlmanıq. Hansı kişi dözər ona? Xəyanətdir. Hamısı da açılıb, yazı, pozu, video hamısı da var. Bu işi də məhkəməyə vermişdik, məhkəmə ilə üzək. İş məhkəmədə idi. Ya bu gün ya sabah boşanmalı idilər. İndi burada nə oldu onu bilmirəm mən. Oğlunun biri əskərdir, birini qızını ərə verib, qızı ərdədir. Bir də 17 yaşında bir oğlu var. O hardan xəsarət alıb hələ heç onu bilmirəm. Heyvandarlıqla məşğul idi, heyvan saxlayırdı. Buradan qardaşı da gəldi ki, çıx, sən mənim adıma dedi qoysan. Çıx öydən çıxartdılar, öydən çıxardandan sonra 100 baş malını satıb, bir camışını satıb, bir kələsini satıb, bir dənə də inəyini satıb. O pullar nədir? Hamısını da verib, bu daskanalını var, kimə mebel alır, kimə üzüyü alır, qulunun öz qızıllarını verib. Mən ölü götürən deyiləm, mənim ölüm yoxdur.